İngilis dilini öyrənərkən 3 təsirli metoddan istifadə edirəm və bugün bu metodları sizinlə paylaşıram. Birinci metod sözləri əzbərləyərək deyil, cümlələr daxilində öyrənməkdir. Sözləri əzbərlədikdə bir müddət sonra yadınızdan çıxır və öyrənməyinizin bir mənası, daha doğrusu əzbərləməyinizin bir mənası qalmır. Ən təsirli metod cümlə daxilində öyrənirsiniz və beləcə sözlərin mənasını anlayaraq öyrənirsiniz. İkinci metod videolarla dili öyrənməkdir. Lakin burada mən videonu izləyib keçməkdən danışmıram. Videonu izləyirsiniz, sözlərin, cümlələrin mənasını anlayırsınız, daha sonra həmin videonun məğzini özünüzə və ya bir başqasına danışırsınız. Belə olan halda daha çox sözə, daha çox fikrə məruz qalırsınız və eyni zamanda öyrəndiyiniz yeni cümlələri praktika edirsiniz. Üçüncü və sonuncu metod nədir? Bu isə artıq dili bir başqasına öyrədərək öyrənməkdir. İstifadə etdiyim storybooklarla tanış olmaq istəyirsinizsə, rəylərə storybook yazın və materialları mən sizlə paylaşım. Daha çox faydalı videoları üçün səhifəmi izləməyə davam edin.